Hey yo millət, bugün TikTok maladoylarının neçənsə bölümünü çəkirəm. Axırıncı və TikTok maladoyları çəkəndə saçım uzun idi. O videodan sonra saçımı kəsdirmişdim və bərbərim saçımı poxucuna qoymuşdu. Ona görə bu videoda bərbərimi yad eləmək istəyirəm. Sənin mən var. Evdəkilər, televizora niyə diqqətə baxırsan? Bro, Allah sahibine bağışlasın. Bağışlamasa yaz. Це український та азербайджанський дуплет. Дмитрій Хардикс на вершині стоять. Bu yeni nesil TikTokerlər çox qəribədir. Köhnələri heç olmasa bilirdik. Bro, mən bu videodan sonra biraz sağlıq problemi itirə bilərəm, onsuz da yox idi. Sən mənim kaprizlərimə dözgünəm, mən də sənin kaprizinə göz yumum. Sən mənim kaprizlərimə dözgünəm. Z kuşaqları dayı olarsa, posta göyərçini deyə aldığım quş ilk posta dözməyib. Bro, real. Məhkəmənin qərarı ilə. Oy belə gəldilər yenə. Yavaş və yüzü gəlirlər. Hər bıçaq 2 dənə xətt açıb, bıçaq emojisi qoyub vuran 2 dənə xətti bağlamadan bir dənə də 2 dənə xətt açıb. Kişi olsaydı bu dəqiqə indi bağlayıb. Qəssabların hamısı kişi idi. Bro, what the fuck? Qəssablar kişi deyil ki normalda. Aa bro. Deməmələ görə bugün buradayım. Düzdür və səhvimi başa düşmüşəm. İnşallah gələcəkdə Azərbaycan Respublikasına layiqli vətəndaş olmağa çalışacağam. Oy bura. Sənə gələn deyiliz. Yer göydə göy qurşağı, yerdə şirvan uşağı. Patladın geçsin. Maçı dana. Şirvan uşaqlar görsə baş və şiyəcək. Oy belə gəldilər. Mənim padmonitor söyləyənlər gəlsin Səlyana desin Ramiz.52 kimdir? What the fuck? Ramiz.52 kim? Məktəb yoxu, məktəbi. What the fuck? Məktəb yoxu. Məktəb yoxu. Məktəbiyyə məktəbi məktəbi deyəni sevirəm. Hə anabız. Bugün yavaş-yavaş mənə gəlirlər, bütün baralır. Yavaş-yavaş ələ keçirirlər məni. Bro, what the fuck? Bugün full bədən lazerə getdim. O sırada oskopik lezvə ilə aləti ki. Mizah onda 10, daşlıq 2-də 1. Sən Nərmanın polisiyası tanıyırsan? Ben prezidentin ehtiyatlı olan axıranam. Sen prezidentin ehtiyatlı olan axıranı danışsan. Uşaqla danışmırsan. Prezidentin ehtiyatlı olan axıranası. Qaqaşa getsənə zəng eləyəcək deyiblər. Qardaşım hasından istəyirsən, bundan istəyirsən, bundan istəyirsən, bundan istəyirsən, bundan istəyirsən, nə istəyirsən? Bro, qardaşı siktir eləmən gəlirəm. Belə deyim, çox istehsal kişi belə parçalamaq istəyir və sizi atılır sizin üstünüzə. Bizim Azərbaycan kişiləri. Nə da bu verişdir Bax, bu? müdafiə eləməsə nə eləyəcəksiniz? Bax, sizi zorlayırlar. Zorlayırlar. Nə eləyəcəksiniz? Bax, sualıma cavab verin. Of, sizi parçalamaq istəyirlər. Belə atırlar üstünüzə. Tutublar yaxavızdan. Sonra belə deyə öpürlər sizi. Qıraqdan Azərbaycan kişiləri gəlir. Amma sizi buraxmırlar. Bunlar da öpürlər sizi. Siz neynəyirsiniz orada? Bro, bu qədər cringe videolara dözə bilmədiyim üçün bir gün gözlədim və sonra gəldim. Bəli, bu zarafat eləyə bilməm üçün bir gün gözlədim. Oy bilə, 2 dənə qız lazımdır, kim sevgili olar? Nə qoydu la? Bu nə ortamda la? Həm əskərliyə getmişəm, həm də evlənmişəm. Bütün kişi işlərini görmüşəm də o vapşi. Ücret kayfı yoxdur kişiliyin. İstəmirəm daldan verin.
Evə deyilən vaxtın 2 saat sonra gələrəm, evdəkilərin gözündə mən. Azərbaycanın ən güclü qumarbazı olan Ramin Hacıyev İlham Əliyevin bibisi nəvəsidir. Azəri qızı şəhərhanə seks əri ilə. Azəri yox, Azərbaycan türkü. Milli kimliyimizi bilin, tanıyın. Azərbaycandan İranda yaşayan Fars dilli xalqının bizi işə oğuz türküyük biz. Qeyrətli oğullarımız hər yerdə seçilir. Allah həcciz bəyəndim. Ulet, bu nə saçda la? Bilirsiniz, əvvəllər tezinka idi, indi dəyişibdir. Güncəlləmə gəlib saçların arxasını uzadılar. Belə gəzirlər. Çox görürəm, mən də bizim mərhələlərdə də bilgisi var. Gəlib yığırlar belə. Oy belə, yetim saçın arxasına bax. Oy belə, zor da. Bir dənə kreatin. Adam evlənib, sabahsı həkimə gedib deyiblər gözün aydın 2 aylıq hamilədir yoldaşın. Yaxşı la, 2 ay qabağa düşmüsən. Qəlbimi oğurlasam nə ara bilərsən ki, 2 bir qızı. Ay belə. Lavad rayon Pirvan kəndində yeni həmişə dediyim kafe açmışıq. Oradan gəlirsən və burada bu da kafe. Nə istəsən vardı. Kababı nə qədər, pivəsi nə qədər. İki reklamını biz elədik bro. Buyur, 2 mərtəbədir. Buyur, kim istəsə gələ bilər. Qardaşca. Qardaş ilk və son müştəridir. Salam, 16 yaşım var. Oğlanam, sevgili axtarıram. Qız, oğlan fərq eləməz. Oy, Ey şan vətənin qəhrəman övladları, bugün burada hatırlamalı olduğumuz ilk məqam 1918-də vətənimizin istiqlal. Ayıp olmasın diye takip ettiğim sinif yoldaşımın paylaştığı videolar. Real. Real. Sen öyle real. Real bro. Real. Anlayırsınız beni, real. Yanımdan 1.60 boylu əsmər qız keçəndə ürəyimdə oxudum. Ciddi olaraq, özünə speaker yoxsan, yala. Qız, oğlancı idmanlardan xoşum gəlir. Round 1. What the fuck? Bu nə bu? Görmənə niyə xeyrət elədim? Şərəfsiz 25 gündə yemək yemirəm, darıxmışam. Bu nə la? Sən atanın prenses qızı, mən atamın yolda görəndə günahla maşın verən deyən oğlu. Oy bilə. Baba işinizə sürətən gelirsə binaları da özündən aparır. Yala. Nəysə dostlar, videomuz bu qədər idi. Yəni izləməyimi istədiyiniz videoları Instagramdan ata bilərsiniz mənə.